Salam əziz dostlar. Bugün keçirilən məntiq imtahanı 4 sualların izahına davam edirik. Sual 3-ün izahına başlayaq. Burada bizə verilmiş hissədən 1, 2, 3-cü sətirlər nümunə. 6-cı sətirdə isə bizdən sual işarəsinin yerində duran ədədi soruşur. Fikir versək, 2 ədədi, yanında kvadrat bərabərdir 12. 12-ni biz 2 ədədindən necə ala bilərik? Belə bir sual verir özümüzə. 12 ədədi 4 və 3-ün hasili, 6 və 2-nin hasilidir. 4 və 3-ün hasilinə bax. 4 və 3-ü 2-dən necə ala bilərik? 4, 2-nin kvadratı. 2-nin kvadratı. Vurulsun. İndi 3 alır. 3 də 2, 3 də gəlsin 1. Bərabərdir 12. Bəli, bu ödəndi. Daha sonra keçirik digər ikinci. 3 kvadrat 36. 36 hansı 2 ədədin hasilidir? 9 ilə 4. 9-u 3-dən və ya 4-ü 3-dən necə ala bilərik? 9-u 3-ün kvadratı kimi yazaq? 3-ün kvadratı vurulsun. 3, 4-ü də 3 də gəlsin 1 kimi. Bərabərdir 36. Bəli, bu da ödəndi. Keçirik üçüncü sıramıza. 80-i hansı 2 ədədin hasil şəklində göstərə bilərik? 16 vurulsun 5. 16 və 5-i 4-dən necə alarıq? 4-ün kvadratı vurulsun. 4, 5-i də 4 üstə gəlsin. 1 şəklində yazın. Bərabərdir 80. Bizdən soruşulan sonuncu 4-cü sıra. Burada 1, 2, 3-cü sıradakı verilən qanuna uyğunluğu baxsaq, bizdən kvadratın, qara kvadratın sol tərəfində duran ədədin kvadratı vurulsun. Kvadratın sol tərəfində duran ədədin bir vahid yüksək ədədin hasilinə. Alınan cavab bizim sual işarəmizin yerində duran ədəddir. Yəni 6-nın kvadratı 6-nın kvadratı vurulsun 6 üstə gəlinsin 1. 6-dan bir vahid yüksək ədəd. Bu da bərabərdir 36 vurulsun 7. Bu da bərabərdir 252. Doğru cavabımız B variantı.